Bismillahirrahmanirrahim. Zərərli ticarət. Quranın bir çox ayəsində insanın bu dünyadakı fəaliyyəti ticarətə bənzədilmişdir. Əslində hamımız Allahın verdiyi ağıl, fitrət, hisslər, bədənimizdəki müxtəlif qüvvələr, təbiətin bəxş etdiyi nemətlər, peyğəmbərlərin rəhbərliyi kimi saysız-hesabsız sərmayələrlə bu dünyada ticarətlə məşğuluq. Bəziləri bu ticarətdən qazanc əldə edib səadətə çatdığı halda, bəziləri də nəinki qazanc əldə edə bilmir. Hələ üstəlik, əlindəki sərmayəsini də itirərək iflasa uğrayır. Birinci dəstəyə Allah yolunu mücahidlərini misal göstərmək olar. Quran onların barəsində belə buyurmuşdu. Ey iman gətirənlər, sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə göstərinmi? Allaha və onun elçisinə iman gətirin. Allah yolunda malınız və canınızla cihad edin. Səf surəsi 10-11-ci ayələr. İkinci dəstənin ən bariz nümunəsi isə haqqında danışdığımız ayədə sözü gedən münafiqlərdir. Allah onların bu ticarətindən qazanc əldə etmədiyini bildirir. Onlar hidayətə azğınlığa satmış kəslərdir. Onların alveri xeyir gətirməyib və haqq yolu tapmayıblar. Bu dəstə elə bir mövqedə olmuşdu ki, ən gözəl yolu seçə bilərdilər. Onlar vəhiy bulağının kənarında olduqları halda ondan faydalanmaq əvəzinə fitrətlərindəki hidayəti satıb azğınlığa almışlar. Elə təsəvvür edirdilər ki, bu alver nəticəsində müsəlmanlar zəiflədərək öz arzularına çatacaqlar. Onların bu alveri iki böyük ziyanla nəticələndi. Bir, heç bir qazanc əldə etmədən həm maddi, həm də mənəvi sərmayələrini itirdilər. İki, öz arzularına da çatmadılar. Çünki İslam böyük sürətlə inkişaf etdi, münafiqlər isə rüsvay oldular. Əgər sən də Quranı dərk edərək oxumaq istəyirsənsə, abunə ol və birlikdə öyrənək.